Bildiğiniz kimi Azərbaycanda mövcud olan banklar mənə, mənim balalarıma və qohumlarıma aiddir. Mənə verilən hesabata görə eyni zamanda Azərbaycan Kredit Büronun məlumatına görə ölkədə dilənçi vəziyyətinə salıb bankdan faizlə pul götürməyə məcbur etdiyim adamların sayı təxminən 4,7 milyon fiziki şəxsdir. Yəni 4,7 milyon insan banklardan kredit götürüb. Ümumilikdə isə kredit bazasında olan borcalanların sayı fiziki şəxslər, fərdi sahibkarlar və hüquqi şəxslər daxil olmaqla təxminən 5 milyon nəfərdir. 2025-ci il dekabrın 1-nə Azərbaycanda problemli, yəni vaxtı keçmiş kreditlərin məbləği